Buraxılış imtahanına hazırsanmı? Əksər şagirdlərin imtahanda yaşadığı ən çox problem vaxtı düzgün bölə bilməməkdir. Həyəcan artır, elementar səhvlər çoxalır. Xüsusilə açıq tipli suallar ya çətin görünür, ya da ümumiyyətlə işlənmir. Kodlaşdırmada xəttin sürüşməsi, çərçivədən kənara çıxmaq kimi texniki səhvlər nəticəni düşündüyümüzdən də daha çox aşağı salır. Əslində isə səbəb sadədir. İmtahan strategiyasının və səriştəsinin kifayət qədər formalaşmaması. Bəs bunu necə aradan qaldırmaq olar? Bunun üçün sınaq imtahanları var. Sınaq imtahanları şagirdə real imtahan hissini yaşadır, eyni səhvlərin təkrar olmasına icazə vermir və onun zəif tərəflərini üzə çıxarır. Elə buna görə də seminariyamızda yüzlərlə şagird imtahanda iştirak edir, imtahan mühitinə əvvəlcədən uyğunlaşırlar. Siz də gec olmadan sınaq imtahanlarına qoşulun ki, buraxılış imtahanı sizin üçün eviniz qədər rahat və tanış olsun.